Elçin. İki çal papağın ve bir qara kepqanın nağılı. Çox şıl aşı yemişəm, amma belə yalan deməmişəm. Günlərin bir günündə, Məmməd Nəsir tinində biri var idi, biri yox idi. Allahdan savayı heç kəs yox idi. Təkcə 2 nəfər çalpapaq var idi. Bir nəfər də qara kepqa. Və qara kepqanın da bir sevimli həyat yoldaşı var idi ki, adı Çadıra xanım idi. Bu çalpapaqlar elə çalpapaqlar idi ki, hörmətləri dağ boyda. Həm bu ətrafda yeganə çalpapaq idilər. Həm də ki, cəmi aləm bunların arasındakı dostluqdan, mehribanlıqdan danışırdı. Çünki bu dostluq ayrı dostluq idi. Sözlə deyiləsi deyildi. Hər qapının ağzında çalpapaqlar içəri girməzdən əvvəl düz yarım saat dayanardılar. O buna deyirdi ki, birinci sən buyur, bu ona deyirdi ki, yox, birinci sən buyur. Hər dəfə restoranda yeyib içəndən sonra inturistin xörək paylayanı utancaq Duvaq xanım filan qədər dururdu çalpapaqların qabağında. Gözləyirdi ki, pulu kimdən alsın. Bu onun əlini geri qaytarırdı ki, pulu gərək mən verəm. O bunun əlini tuturdu ki, yox, pulu gərək mən verəm. Bir də görürdün ki, çalpapaqlardan birinin qabağına təzə əmlik quzu əti çıxdı. O saat alıb göndərirdi dostu o biri çalpapağın evinə. Amma o çalpapaq baxırdı ətə, görürdü qiyamət ətdi. Bunun kebabı dəstgah olar. Rəva bilmirdi özü yesin. Təzdən göndərirdi geri ki, yox, bunu gərək sən özün yiyəsən. Və ət bu evdən o evə, o evdən bu evə o qədər gedib gəlirdi ki, axırda xarab olurdu. Nə bu çalpapaq yeyirdi təzə əmlik quzu ətinin kebabını, nə də o çalpapaq. Gördüyünüz kimi, bu çalpapaqların dostluğu çox yüksək mərtəbədə və mötəbər idi. İndi sizə kimdən xəbər vereyim? Qara kepqadan. Qara kepqa başqa bir şəhərdə idi və həmin şəhərdə öz işini görüb qurtarmışdı. İndi də oturub vəfalı həyat yoldaşı Çadıra xanımla məsləhətləşirdi ki, hansı şəhərə getsinlər. Qara kepqa 2 tel almışdı. Birinci tel xəbər verirdi ki, filan şəhərdə 2 nəfər şlyapa var ki, möhkəm dostluğa başlayıblar. İkinci tel də xəbər verirdi bizim möhtərəm çalpapaqlardan. Çadıra xanım çox tədbirli və çox da savadlı qadın idi. Universitetin hüquq fakültəsini bitirmişdi. Qara kepqaya gələn telləri bir də nəzərdən keçirdi və belə məsləhət gördü ki, əvvəlcə baş çəksinlər çalpapaqlara. Çünki bu zalımların dostluqları lap zırpı həngamə idi. Və bu dərəcədə dostluğun üstündə qara kepqaya töhmət verə bilərdilər. O ki, qaldı şlyapalara, onların işi asan idi. Hələ təzə başlayırdılar dostluğa. Qara kepqa əziz arvadının məsləhətini çox bəyəndi. Və bütün gecəni evdə oturub televizora baxdılar, bir-birlərini sevdilər, səhər də gedib təyyarəyə bilet aldılar. Az keçdi, çox keçdi, nağılda vaxt tez keçər. Yenə də günlərin bir günündə çalpapaqlar oturub şahmat oynayırdı. Birdən qulaqlarına belə bir xəbər çatdı ki, bəs filan yerdən bu şəhərə bir qara kepqa gəlib, sizlə dost olmaq istəyir. Çalpapaqları gülməyi tutdu. O qədər güldülər ki, gəl görəsən. Külfətləri də bu xəbəri eşidib qoşuldu onlara. Çalpapaqlardan birinin xanımı yazıq neylon yaylıq. O qədər güldü ki, az qaldı qəşşədə. Sonra da çalpapaqlar bir-birinə baxıb dedilər ki, ay, cəmaat ağlını itirib məyər? Belə xam xəyala düşür. Bizim dostluğumuz bəyəm kolxoz bazarı zaddır ki, hər yoldan ötəni qəbul edək.
Dünyada qəribə avamlar var imiş. Həmin gün çalpapaqlar Avropada təhsil almış kebabçı Beretin kebabxanasına getdilər və dostluqlarının sağlığına bir şüşə 5 ulduz Çeçen inquş konyak içdilər. Qara kepka isə həmin günü mehmanxanadan çölə çıxmadı. İstəkli zövcəsi Çadıra xanımla oturub xeyli məsləhətləşdi. Və düz 3 gündən sonra şəhər qəzetində Qara kepkanın böyük bir oçerki çap olundu. Oçerkin adı adımızı nəhəng dağlar qədər ucaldanlar idi. Özü də bəhs edirdi çalpapaqlardan. Çalpapaqların arasındakı dostluqdan, sirdaşlıqdan. Özü də elə bəhs edirdi ki, adam oxuyub qurtarandan sonra deyirdi ki, bir də oxuyum. Bir də oxuyandan sonra deyirdi ki, bir də oxuyum. Axırda da deyirdi ki, bərəkallah və mərhaba. Çalpapaqlar da bu böyük oçerki oxuyub qurtarandan sonra xeyli feyziyab oldular. Gözləri yaşardı və bir-birinə baxıb dedilər ki, ay, nə gözəl baş geyim imiş bu qara kepka. Biz tilsimdəyikmiş, ya nəymiş ki bunu görə bilmirmişik. Axşam çalpapaqlar restorana 3 nəfər girdilər. Birinci çalpapaq, ikinci çalpapaq və bir də ki, qara kepka. Yedilər, içdilər və xeyli nuş oldu və keyfləri də dupduru. Qara kepka əvvəlcə qalxıb çalpapaqların ikisinin də şərəfinə birdən sağlıq dedi. Sonra da əlifba sırası ilə əvvəlcə birinci çalpapağın şərəfinə, bir dəfə də ikinci çalpapağın şərəfinə sağlıq dedi. Axırda son dərəcə mütəəssir olub, gözləri yaşarmış çalpapaqlar ikisi də birdən qalxıb qara kepkanın sağlığına yaşasın təmiz qəlbli, mərd ürəkli, obyektiv fikirli qara kepka dedilər. Xörək paylayan silindirlə haqq hesablaşıb restorandan çıxdılar və o gündən də qara kepka oldu çalpapaqların ikisinin də can bir sirdaşı. Qara kepka hər dəfə çalpapaqlardan ayrılıb mehmanxanaya gələndə sədaqətli həyat yoldaşı Çadıra xanım ondan soruşurdu. Əziz ərim qara kepka, işlər necə gedir? Qara kepka da cavab verirdi ki, işlər pis getmir, mehriban sevgilim Çadıra xanım. Çadıra xanım gülürdü, amma elə gülürdü ki, əziz əri qara kepkadan başqa heç kim eşitməsin. Qara kepka da qoşulurdu ona. Ha ha ha. Amma o da elə gülürdü ki, mehriban sevgilisi Çadıra xanımdan başqa heç kim eşitmirdi. Bu minvalla dəqiqələr saat olurdu, saatlar gün, günlər də ay olmağına az qalmışdı ki, Çadıra xanım ərinin baxmaqdan doymadığı qara gözlərinə bir də baxıb, bir balaca təşvişlə dedi. Ezamiyyətin qurtarmağına az qalıb, ha! Qara kepka tən ortasındakı düyməni qaşıyıb dedi. Doğrudur, vaxtı daha. Qara kepka axşam çağı mehmanxanadan çıxanda Çadıra xanım ərinin ardınca bir stəkan su atdı. Və qara kepka da birbaş gəldi birinci çalpapaqgilə. Birinci çalpapağın kefi yaman kök idi. Seyid Əzim Şirvaninin qəzəllərini seygah üstündə dodaqaltı zümzümə eləyirdi. Qara kepkanı görən kimi lap kökəldi kefi. Keçdi çağırgaha. Sonra bir xeyli hal-əhval tutdular. Bir-birlərinə maşallah dedilər ki, göz dəyməsin və nəhayətdə qara kepka gəldi mətləbə. Möhtərəm çalpapaq, güman edirəm ki, siz mənim sədaqətimi və sizə qarşı hədsiz hörmətimi hiss etməmiş deyilsiniz. Biz sənin dostluğu düşmənlərimizə verdiyin cavablardan görmüşük. Səni bərkdə boşa sınamışıq. Əziz qara kepka, belə sözlər nəyə lazım? Bilirsinizmi, məsələ biraz başqa cürdür.
Qara kepka tən ortasındakı düyməni qaşıyıb bütün təcrübəsini səfərbərliyə aldı. Möhtərəm və möhtəşəm Çalpapaq, mən son əsərimi sizdən, sizin dərinizin əla keyfiyyətindən, sizin tükünüzün ipək incəliyindən, zərif qıvrımlarından yazmağı qərarı almışam. Sizi tikən papaqçının mahir sənətkarlığını tədqiq etmək istəyirəm. 35 çap vərəqə həcmində olacaq bu əsər. Lakin? Bəli. Nə lakin? Bilirsinizmi, möhtərəm və möhtəşəm qısa ilə qara kepka. Məni qoymurlar bu istəyimə nail olum. Necə? Kim buna cürət edir? Çalpapağın nəriltisində elə bir zəhim var idi ki, gözlərini elə bərəltmişdi ki, gəl görəsən. Amma zalım qara kepkanın nə dili dolaşdı, nə də canına üşütmə düşdü. Sizin dostunuz Çalpapaq? Nə? Bəli. Lakin bu hələlik öz aramızda qalmalıdır. Möhtərəm və... Çalpapaq qara kepkanın sözünü kəsib dimdiyindən yapışdı ki, yapışdı. Sıxdı ki, sıxdı. Yalan dediyini təsdiq et, vicdansız. Təsdiq et. Əfsuslar olsun ki, bu yalan deyil. Möhtərəm və möhtəşəm və mötəbər Çalpapaq. Acı həqiqətdir. Mən sizə demək istəmirdim, lakin... Çalpapağın əlləri süstəldi, dağ qaməti büzüşdü. Şair yaxşı deyib, döydü yağış məni, döydü qar məni, bir qarışqa minsəm aparar məni. Yox, yox, bu ola bilməz, bu mümkün olan şey deyil. Düzünü de qara kepka, vicdanıma ant verirəm, düzünü de. Qara kepka sidq ürəkdən vicdanını and içdi ki, düzünü deyir. 35 çap vərəqə həcmindəki kitabın qarşısına çıxan maniyə budur ki, var. Çalpapaq inildədi. Yəni, sizə güvəndiyim dağlar, sizə də qar yağarmış. Sizi də çən basarmış, ay dadı bidad. Sizin də üstünüzü duman alarmış. Qanatları qırılmış Çalpapaq inildəməkdə olsun, sizə kimdən xəbər verim? Qara kepkadan. Qara kepka eləmədi tənbəllik. Birinci Çalpapaqgildən çıxıb gəldi ikinci Çalpapaqgilə. Yenə birinci gilə, təzdən ikinci gilə və nə etdi, nə etmədisə zalımın qorxusu yox idi. Yavaş-yavaş birinci Çalpapaq durub oturub ikinci Çalpapağı ifşa etməyə başladı. İkinci Çalpapaq da birinci Çalpapağı. Amma qara kepka bu Çalpapaqgildən o Çalpapaqgilə, o Çalpapaqgildən bu Çalpapaqgilə gedib gəlməkdən yorulmadı ki, yorulmadı. Və bu təşriflərin sayəsində idi ki, bazarda birinci Çalpapağın qızı Kəlağayıya rast gələn ikinci Çalpapağın oğlu Araqçın arxadan qıza bir kəllə vurdu ki, biçarə qız üzü qoyulu sərildi yerə və yaxındakı aptekdə burnuna naşatır spirti tutmasaydılar, ayılan deyildi. Araqçın da dabanına tüpürüb qaçdı evə. Amma bununla qurtarsaydı yenə aburdan idi. Çalpapaqlar özləri evdən çıxıb düşdülər küçənin ortasına. O buna yumruq, bu ona şillə, o buna təpik, bu ona badalaq. Cəmi aləm də ki, çıxmışdı tamaşaya. Həmin gündən sonra Çalpapaqlar arasında bu cür savaşlar ki, İngiltərədə buna kelç deyərlər, tez-tez baş verdi. Və onların cəmaat arasındakı hörmət izzəti bir tərəfə qalsın, özlərində də bir Çalpapaqlıq qalmadı. İkisinin də tükü yonulmuşdu tamam. Birinci Çalpapağın dərisində 5 cırıq var idi, ikinci Çalpapağın dərisində 7 cırıq. İkisi də axsıyırdı, ikisi də... Nəysə, mən hələ dərinə getmirəm. Bizim zamanənin nağlı gərək müxtəsər olsun.
Camaat əvvəlcə bütün bu əhvalatlara bərk təəccübdə idi. Sonralar bu təəccüb kefi köhlüklə əvəz olundu. Yəni onlar çalpapaqların verdikləri tamaşalara baxıb həzz almaqla məşğul idilər. Amma yavaş-yavaş bu kefi köhlük dəxi söndü. Və mən bu camaata heyrət edirəm ki, özlərini elə aparırdılar. Elə bil dünyada heç sabiq möhtərəmlər olan çalpapaqlar kimi bir zad yox imiş. Qarakepqanın isə həyat yoldaşı, könül dostu, qəlb sırdaşı, vəfalı sevgilisi Çadıra xanımla birlikdə kefi kök, damağı da ki çağ idi. Özü də gedib şlyapaları yaşayan şəhərə bilet almışdı. Burada nağlı qurtardım. Göydən 3 alma düşdü. Biri mənim, biri bu nağlı yazanın, biri də oxuyanın. Vəssalam, şüt tamam. 1963-1970